Определите верные и неверные утверждения, исходя из tекsta. Mətndən irəli gələrək doğru və yanlış olan ifadələri seçməmiz lazımdır. Yazılı mətnimizdə Seyşel arxipelagında yerləşən Diroş adlı ada haqqında məlumat verilir. Bu Diroş adasının sadəcə 6 kilometr uzunluğu var və 1 kilometrə yaxın da eni vardır. Buraya heç bir nəqliyyat vasitəsilə nə avtobus, nə maşınlarla gəlmək mümkün deyil. Buraya sadəcə kiçik bir təyyarə ilə uçub gəlmək olar. Hansı ki, bu uçuş 40 dəqiqə davam edir. Buraya insanlar sadəcə işləmək üçün gəlirlər. Çünki bura kurort bir yerdir. Buraya ancaq turistlər dincəlmək üçün gəlirlər. Həmçinin burada çox qeyri-adi, nadir heyvanlar var. Hansıları ki, başqa heç bir yerlərdə yoxdur və burada qoruq var. Həmin heyvanlar burada qorunurlar. Adada elektrik, işıq, yəni çox ancaq günəş panellərinin köməyi ilə əldə edilir. Burada şəbəkə, internet şəbəkəsi yoxdur. Buraya gəldikdə insan özünü qədim zamanlardakı kimi hiss edə bilər. Mətndən irəli gələrək на Коралловом острове не встречаются редкие животные. Неверно. Все, что нужно для островитян, приводят на автомобилях. Неверно. Ощущение, что ты находишься далеко от всего мира, создается на острове Дирош. Верно. Главным островом Сейшельского архипелага является остров Майя. Верно. Variantlarını seçirik.